Hazal ki, redaksiyamıza müraciət edərək Bəli. bildirirsiniz ki, Kürdəmir rayon Şıxımlı kənd bələdiyyəsinin keçmiş sədri Cəlalov Əmrah Ağaseyidoğlu tərəfindən sizə bir sıra haqsızlıqlar olmuşdur. Bu barədə nə deyə bilərsiniz? O barədə valla mən o deyə bilərəm ki, şikayətim belə ondan ibarətdir ki, siz redaksiya. Deməli, 2017-ci ildə mən o sahədə bugünkü günə kimi qulluq edirəm. Ərazini zəhmət olmasa qeyd edərsiniz ki, hansı ərazidə? Ərazi Şıxımlı kənd bələdiyyəsinin ərazisidir. Şıxımlı kənd ərazi bir bələdiyyə ərazisidir. O da indi həmin yerdə ki, məndən qabaq bir yoldaş var, Teymur adında yoldaş var, o qulluq edirdi. O harasa çıxdı, getdi xaricə, deyərsə, ictimai Türkiyədə ora havalə elədi mənə. Mən də oranı həmin 2017-ci ildən bura ora qulluq edirəm. Həmin il ərəfəsində cənab prezidentimizi baramasını inkişaf edilmə şərti ilə Çin Xalq Respublikasından tut-tink ağacları gətirilmişdir. O cümlədən bizim də kəndə həmin bələdiyyənin o əmri ilə mi deyəm, sözü ilə mi deyəm, gətirib ora əkmişik. Deməli, əvvəlcə həmin o Teymur oğlan yarısına imişdi. Yarısındakı mən mən ora Teymurdan təhvil götürəndən sonra yarısında şəxsən mən özümün iştirakımla əkmişik. Mən özüm də əkmişəm. Bələdiyyənin o işçiləri ilə bir yerdə. Bələdiyyə də oturub qıraqdan baxırdı. Bələdiyyənin iştirak elədiyəndə siz hansı bələdiyyəni nəzərdə tutursunuz? Cəlalov Əmrah deyirəm da. Bəli. Cəlalov Əmrahda bələdiyyə sədri onda o idi. İndi kəndlər birləşib Atakişli kəndinə, Atakişli bələdiyyəsidir. İntihazı bizim kəndlə bir yerdədir. Həm indi Cəlalov Əmrahda, indi orada mavindir. Nəsə, qardaş, başladım bu ağaçları əkdim. Bu ağaçları əkib bu qorumaq üçün, buna becərmək üçün, bunun yanın başını bütöv qardım, çəpərlədim. Barımağı saxlamaq üçün buna yer lazımdır. O yeri tutmaz. Ona görə orada mən bir tövlə inşa elədim. 25 metr uzunda, 8 metrə enində bir ev kimdə yer elədim, tikdim, hazırladım ki. Bəs orada həm istirahət eləmək, həm də ki, o barıma qulluq eləməkdən ötürü. Həmin, deməli, 18-ci ildə mən başladım barıma götürüm. Onda oxşam 18-ci ildə idi. Mən, deməli, 147 kilo barıma vermişəm. Həmin bu sözümü kənd sovetdə təsdiq eləyir. Müvafiq sənəd də var. Həmin sənəddə bələdiyyə özü də qolu ilə, peşətinə hər ikisinin təsdiqi var ki, mən orada 147 kilo barımağı saxladım. Nəyəcə, sözümün canım bundan ibarətdir ki, mən istəyirəm ki, mən dəfələrlə müraciət edim, dedim, bu kənd sovetin iştirakı ilə da, kənd sovetsiz, dəfələrlə mən Cəlalov Əmrah'a dedim ki, bəs gəl bir müqavilə bağlayaq, ya bunu arend evi, ya nəsə bir sənədləşdirəm bunu. Axı bu dövlət tərəfindən bura Çin Xalq Respublikasına gəlmə o tink ağaçları elə-belə havaya gəlməyib. Buna dövlət yağın vəsait nəsə bir xətt çəkir, nəsə belə bir şey var. Bu kiməsə təhvil verilmədi, neçə dənə təhvil verilmədi, buna kim qulluq eləyəcək, harda əkilib. Bunları onun ötürü gəl biz müqavilə bağlayaq. Deyək, yox, tut ağaçları elə burada sənəddir. Nə qədər burada tut ağacı var, belə buranın sənədi budur. Deyim, yaxşı, cənab bələdiyyə, gəldi birdən indi soruşdu ki, bu ağaçlara, bu yerə, yurda zada kim baxır, kim qulluq eləyir. Tut ağacı dinlənib deyəcək ki, bəs mənə filan kəs qulluq eləyir. Bu nə deməkdir? Bu gülməli çıxır bu. Qardaş, bu nə deməkdir? Biz nə səviyyədəyik, mənim də başım çıxmır. Dəfələrlə deyilməyimə baxmayaraq, qardaş, məni heç birinə müqavilə bağlayırlar, heç bir şey. İndi dəfələr bahanəsi də bu oldu. Deməli, əvvəl dedi ki, iki kanalın arasıdır. Sonra bir də müraciət elədim. Dedi ki, bəs yer şorandır. Təzədən bir də müraciət elədim. Axırıncı da müraciət eləmişəm. İcra hakimiyyətinə də. Orada dedi ki, bəs yerin yarısı düşür, bağçılıq deyil. Həmin o tut ağaçdığımız bağ ağaçlar da böyüyübdir, 8 ildir. Nə boydadır? Yarısındakı düşür örüş yerinə. Yaxşı, qardaş, bu örüş yeridirsə, bura neşə əkib, əkdirib mənə. Niyə ki, bəs buna qulluq edirəm mən, xərc çəkirəm, öz vəsaitimi hesabını eləmişəm, özüm pensionerəm, 2-ci qrup Çernofləlliyəm, 392 manat pensiya alıram, prezidentə qayıt alıram. Xərcimi də çəkirəm elə mən, bu belə olmazaq, bu haracan gedəcək bunlar, hamısı da havada. Heç kim də soruşmur ki, bu ağac neçədən idi, bunu kimə təhvil verdin, harada əhmisən, bunu soruşan yoxdur. Bunu sənədləşdirən yoxdur, mən xahiş edirəm,
bu işlə bir maraqlanaq, görək nə belə şey olar. Heç birinin içində qayda qanun heç Afrikada yoxdur vallah. Mən belə başa düşürəm. Ancaq bizim bu cür gözəl güzəranımız baxırıq, adam fəxr edir, Allahın da olsun. Cənab prezidentimizin sayəsində İranda vəziyyət görürsünüz nətərdir. Gürcüstanda, Ermənistanda, Rusiyada hamısına davadalar. Ancaq bizə bir dənə vayna dur deyən yoxdur. Niyə görə? Ona görə ki, buranın yəsi var. Amma gəlin bu məmurlarla bu əmələ gəlmir daha. Bu indi məli gəlir cənab prezident bu işlə maraqlanar. Hər halda eşlərdə indi bu belə getməz amma hasacan belə gedəcək bu. Nə deyim vallahi? Qalmışam beləcə. Kimə deyim sözümü? Hansı məmurun da yanına getsən qardaş? Yuvarlaq söz, nə bilim, belə də bahanələr zadlar. Nə olar? Mən də orada indi o təsərrüfatı yaratmalar orada Kənsivetin məndə bir ispravkası var. 147 kilo barımı saxladım haqda. Kənsivetdə o təsdiq edib qolu ilə, peçatı ilə. Ki, mövsimi əlaqədar, məsələn, 10 ay yarım 10 müddəti var da, qalan 10 ay yarımında quşçuluqla məşğul olanda töylə boş qalmasın. Mənlə də məsəl üçün orada bir 2 dənə, 3 dənə ailə işləyər, iş yeridir, dolanar o, gəlib çayxanada, meyxanada oturmaqdansa, gəlib orada işləyir. Vallahi cavanlar da işləməkdən ötürü sınava gedirlər, istəyirlər işləsinlər, amma iş yeri yoxdur. İş yeri nə olur, belə açaqda, gəl səninlə mənə köməkləşə açaqda. Yox, bunlar əmələ gətirmək qoymuyor, mani olur, nə yavını. Allah'ın olsun. Bir dənə komisyon olsa, bir dənə adam gəlsə bura, kəndin nə qədər şikayəti var. Mən də nə var bilmirəm, mən bir söz tapıb deyə bilmirəm. Nə deyim, hardan başlayıb, söz söhbət o qədənə. Amma gəl yine, baxan yoxdur da, baxmırlar da, nə bilim, kimsə maraqlanmır. Rayon İcra Hakimiyyətinin o qəbuluna gedir, İcra Hakimiyyətinin ümumi şöbəsinə. Mənə deyir ki, bəs Kənsoveti şeylə əlaqədardır. Prokurora müraciət eləmişdim. Prokuror da orada göndərdi İcra Hakimiyyətinə, İcra Hakimiyyətindəki ümumi şöbəyə. Daha bildirirsə mənə verilmiş ki, mənim sənədlərim haradadır. Mən oradan buradan eşidirəm ki, mənim sənədlərim falan yerdədir. Deyib bu yaxına cavab verəcək. Cavab da gəlir göndərir Kənsivetin üstünə, bələdiyyənin üstünə, bələdiyyə də həmin sözləri deyilmir. Bu belə olmayacaq bu. Bu adamın ağıdır ora bura, bu göndərirlər. Bu dəqiq bir nəsə bu işin quyruğundan yapışan yoxdur axı qardaş. Biz də işləyək. Nə olar, mənim böyüsümdə bir qohum, ağrəbə, qonşu, kənddə də hamısı. Birləşib işləyərik. Mən orada falan qədər, nə qədər sözüm mən orada 25 metr uzun 8 metrin töylədir. Orada gör nə qədər toğuqçusa saxlama olar. Qaz orada hünüşka saxlama olar. Şərait də var. Yaxşı da şərait var. Antası imkan vermirlər. Xahiş edirəm buna bir alıcı ölüm. Xahiş edirəm, nə bilim, bu belə olmaz valla. Yəni mən təkrar edirəm, aşağısı olmasın. Beləçi qayda, qanun heç bu Afrika ölkəsində də yoxdur. Ancaq bizim bu cür dövlətimiz, güzəranımız, rahat nəfəs alırıq, rahat arxan yaşayırıq, rahat nəfəs alırıq. Bu hamısı bunun nə sayəsidir? Cənab prezidentimizin deməli buranın yəsi var da. Bu yaxşı, valla bu ayıb deyə, bunu mən deyirəm, ancaq mən bu ayıb biləm valla. Bunu kim eşitsə, bu nə deməkdir bu? Bu nə deyir bu? Ayıbdır, valla ayıbdır. Bu hələ mən adi vətəndaşam, sıra vətəndaşam da, savadım da yoxdur. Bu savadlılar bəs hara baxır? Savadlılar deyəndə mən Kənsivetini bələdiyyə nəzərdə tuturam. Deyirsən də öz bildiklərini edirlər. Bu dediklərim sözlərin hamısı əsası var. Lap yeri gəlsə, kimsə gəlib bu işin dalıcam, mən bu sözümün dalıcam, deyir ki, qardaş, sən bu dediklərin sözlə gəl, mən sübut edirəm. Mən o sənətdən də sübut edirəm. Fiziki cəhətdən də, faktiki mən o sübut edirəm. Və hamısı da yerindədir. Xahiş edirəm da mən sizə, artı dərəcədə xahiş edirəm. Bəs bu işə bir qol qoy.